Astara rayonunda 17 yaşlı əfsanə Maqsud qızı İmanova həyatını itirib. Onun toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da qızın həyatını xilas etmək mümkün olmayıb. Əfsanə uzun müddət oğlan evində yaşasa da toy ötən gün baş tutub. Pəlikaş kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndə Xəqani Xalıbov bizim media açıqlamasında bildirib ki, toyu olan hər iki gənc Dolu kənd sakinləri olub. Onlar qeydiyyatda Astarada olsalar da ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 11:00 radələrində qızın özü də dünyasını dəyişib. Hadisə ilə bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.